Herkese salam. Son zamanlar trenddə olan spoonful deserti biz də hazırladıq. Bu desertin reseptində alınma keks istifadə olunur, amma biz özümüz hazırladıq. Bu keks çox rahat hazırlanır. 8 xörək qaşığı un, 2 xörək qaşığı kakao, 4 xörək qaşığı şəkər, 2 yumurta, 6 xörək qaşığı süd, 5 xörək qaşığı duru yağ və 2 çay qaşığı qabartma tozu. Eyni qabda hamısını yaxşıca qarışdırırsınız. Tez olsun deyənə mən mikserlə qarışdırdım və bir qaba töküb 250 dərəcədə sobaya yerləşdirdim. Gördüyünüz kimi çox gözəl keks alınır. Bu keksi başqa reseptlərdə də istifadə edə bilərik. Keks hazırdır. İndi keçirik krem hazırlamağa. 1 yumurta, 1 stəkan şəkər, 2 xörək qaşığı un, 2 xörək qaşığı nişasta və 1 litr südü. Yaxşıca qarışdırırıq, qoyuruq odun üstünə və qarışdıra-qarışdıra qaynamağını gözləyirik. Qaynamağa başlayandan sonra 1 dəqiqədə gözləyirik və oddan götürürük. Hazır olandan sonra başqa bir qaba töküb, üzərinə 50 qram kərə yağı və 1 paket vanilin əlavə edib, mikserlə yaxşı 2-3 dəqiqə qarışdırırıq. Krem soyana kimi biz şokolad glazur hazırlayırıq. Qabda 1 plitka şokolad və 100 qram qaymağı əlavə edib, şokolad əriyənə kimi qarışdırırıq. 3 hissəsi də hazır olandan sonra başlayırıq desertimizi yığmağa. Birinci, istədiyiniz bir qabda xırda hissələrə bölünmüş keks yığırıq, üzərinə krem və sonra da şokolad glazuru əlavə edirik. Məndə balaca belə parçon qablardan 3 dənə və bir dənə də böyük qabda desert alındı. Bütün ailəm və ən əsas da uşaqlar çox bəyəndi. Mütləq siz də hazırlayın.